A-klasslı birəbir eyni görüntünü verir. Yəni öz restoranınızda istifadə edə bilərsiniz. Bunlar da 2 manatdır. Topdan qiyməti. Turbuçkası var. Emalı var, üzü emalı, içi emalsız, sırf çubuq, saf çubuğun olanlar da var. Kiçik ölçülər ən sadəsi başlayır 4 manat 50 qəpikdən. Üzü yuxarı materiala nəyinə görə dəyişir. Çuğunu var, misi var. Belə paslanmaz poladdan olan modeli var. 2 manat. Topdan qiymət 2 manat. Nə gözəl. İçərisində 6 ədəd var. Həmçinin fırçası da var ki, burada da qiymət olaraq 10-12 manatdan başlayır, hər qiyməti var. 10-12 manatdan başlayır. Tavalar başlayır 28 manat, qazanlar başlayır 25 manatdan, 45 manatdan. Bizim kanaldan gəldiyinizi bildirin və 5% əlavə olaraq pərakəndə alışda endirim əldə edin. Salam əzizləyicilər, xoş gördük hər birinizi. Mən Ağacan Ağayev. Bugün sizlər üçün öncədən anonsunu verdiyimiz Qabderov mağazasından detallı videonu çəkib təqdim edəcəyik. İnşallah bu mağazada kafe, coffee shop, restoran, həmçinin şəxsi və yaxud da cehizli üçün istifadə olunacaq qab-qaşıq, qab-qacaq məhsullarını əldə edə bilərsiniz. Mağaza yerləşir Sədrət Ticarət Mərkəzi, Şirniyyat bazarı, sıra 13, mağaza nömrəsi 3. Mağaza adı Qabderov. Məhsulları göstərmədən öncə xatırlatmaq istəyirəm ki, kanalımıza abunə olun, videonu bəyənin və ətrafınızda bu sektorda fəaliyyət göstərən və yaxud da bu çeşid məhsulları əldə etmək istəyənlər varsa, bu videonu da həmin şəxslərlə bölüşün. İndi isə başlayacağıq. Mağazadan girişdən sağ tərəfdən başlayaraq çeşidləri və hansının qiymətini deyə biliriksə, minimal olaraq hansı qiymətdən başlayır, hansı aralığa qədər davam edir, onun haqqında sizə məlumat verəcəm. Getdik. Mağazadan girişdən birinci sol tərəfdən başlayacaq. Çünki əsas kafe shop, restoranlar üçün istifadə olunacaq axtarılan məhsullar buradan başlayır deyə. İnşallah buradan başlayıb mağaza boyunca sizə göstərməyə çalışacağam. Onu da qeyd edeyim ki, mağazaya gələrkən Aytaç xanım sizə nə köməkliyi lazımdırsa, məhsulların seçimində, qiymətini maraqlamaq istəyirsə, həmçinin əlaqə nömrələrində də əlaqə saxlayaraq gəlmədən belə dəstək ala bilərsiniz. Və buradan başlayır şamdan çeşidlərdir ki, restoran və kafe shoplarda da bunun istifadəsi olduğuna görə də bu məhsulları buradan əldə edə bilərsiniz. Şamdan çeşidləri ölçüsünə görə, modelinə görə fərqlənir, materialına görə və s. Qiymət olaraq 8, 10, 12 manatdan başlayır. Üzü yuxarı fərqli çeşidləri və fərqli modellərə görə qiymətlər dəyişir. Daha sonra isə kafe shoplarda gördüyümüz ən çox istifadə olunan fincan çeşidləridir ki, fincan çeşidlər neçə? 20-22 fincan çeşidlərdə ölçü olaraq kiçik ölçüləri, bunlar ən çox yəqin ki espresso çeşidləri, Türk kofesi və espresso kofelerin istifadəsində, içilməsində istifadə olunur. Burada da yenə fərqli rənglərdə, fərqli çeşidlərdə olan modellər var. Daha sonra isə biraz iri çeşidlərdir. Arxa fonda da inşallah sizə göstərməyə çalışacağım tam detallı olaraq. Daha sonra isə daha iri olan modellərdir ki, fərqli yenə burada öz interyerinizə uyğun olaraq, öz dizaynınıza uyğun olan rənglər baxımından uyğun gələn rəngləri seçə bilirsiniz. Daha sonra burada bakallar, fujerlərdir ki, kokteyl, limonad, kokteyl, freşlər üçün istifadə olunan bakal çeşidləridir. Burada da qiymət aralığı yenə də ölçü və modelə görə dəyişir. Baxın, belə sadə olan modellər də var. Həmçinin daha fərqli və görünüşlü istəyənlər üçün də fərqli modellər, bakallar mövcuddur. Burada da qiymət olaraq 10-12 manatdan başlayır, hər qiyməti var. 10-12 manatdan başlayır. Ədəd olaraq yoxsa Paçka olaraq? Dəst olaraq. Qiymət dəst olaraq, yəni bakalların qiyməti dəst olaraq nəzərinizdə saxlayın ki, 10-12 manatdan başlayır, ta üzü yuxarı yenə keyfiyyətinə görə fərqlənir. Gördüyünüz bu rəfin üst hissəsində isə qrafin modellər çeşidləridir ki, burada şərablar üçün olan, viskilər üçün olan modellərdir. Burada isə kompot, içəcək, su və s. kimi olan növləri var ki, burada da qiymət başlayır. Qiymətlər 8 manatdan başlayır yenə. Ən sadə modeli, ən ucuz büdcəli modeli 8 manatdan. Onu da nəzərinizə çatdırın ki, qeyd etdiyimiz qiymətlər topdan qiymətlərdir. Pərakəndə qiymətlər isə fərqlənir. Bizim kanalımızdan pərakəndə
məhsulları bəyənən, görən və öz şəxsi istifadə üçün, cehizlik üçün və s. kimi almaq istəyənlər də varsa bu mağazaya müraciət edə bilər. Bizim kanaldan gəldiyinizi bildirin və 5% əlavə olaraq pərakəndə alışda endirim əldə edin. Daha sonra isə burada da başlayır yenə də fərqli sadə digər bakallardır. Burada gördüyünüz modellər armudu stəkan modellərdir ki, burada da fərqli görünüşdə sadə, qızılı, gümüşü, zərli modellər də var. Baxın belə ən çox istifadə olunan sadə modellər də buradan əldə edə bilərsiniz. Burada da qiymətlərimiz başlayır. Dəstinin qiyməti Dəst olaraq başlayır 12 manatdan. Tək olaraq da satılır. Məsələn, paçkası 5 manatdan başlayır. Nabor olaraq 12 manat olan modellər var. Nabor şəklində. Tək olaraq alsalar, bəzi modellər var ki, mən model göstərməyəcəm, 5 manatdan başlayır. ən sadə modeli 5 manatdır. Həm dəst, həm də tək şəkildə əldə etmək olur. Armud stəkanları. Nə gözəl. Yəni 1 ədəd, 2 ədəd. Məsəl üçün, bax, o dilikli olan tək satıla bilir. Normalda heç olan çox adam tək satılır. Arxadakı sadə heybəli, o da, onun arxasındakı sadə heybəli. Tək dediyimiz yəni 1 ədəd, 2 ədəd. 6 yəni nəlbəksiz. Hə, nəlbəksiz. Amma nəlbəksiz. Sonra bu lavın qızılı yəni, o modeli də normalda nəlbəksiz əldə eləmək olar. Hə, bu modellər, bəzi modellər var ki, onları nəlbəksiz, yəni tək stəkanın özündə əldə edə bilirsiniz. Rəfin ən aşağı bölməsində isə qazanlardır, qazan dəstləridir, tavalardır. Bunları həm tək, həm də dəstləşdirib də əldə edə bilərsiniz. Minimal qazanlarımız neçədən başlayır? Tək. Qazan modelinə görə bu dəyişir. Məsələn, bu pətəkli tavalları qeyd edirsə, onlar başlayır 45-dən minimal. Bunlar. Bu tavalar başlayır 28-dən. Tavalar başlayır 28 manat, qazanlar başlayır 25 manatdan, 45 manatdan. Burada da yenə həmən pətəkli modellərdir. Material olaraq bunlar alüminium, nerj. Nerj polat qarışıq, tökmə qranit, çubuğun bu modellər. Demək, həm nerj, həm çuğun, həm qranit modelləri var. Yenə hansı məhsulu videodan görürsünüzsə və qiymətini net olaraq, dəqiq olaraq öyrənmək istəyirsinizsə, qeyd etdiyimiz əlaqə nömrələri ilə əlaqə saxlayıb öyrənə bilərsiniz. Daha sonra isə buradan başlayır çaynik çeşidləridir. Burada da yenə çuğun, tökmə modellərdə ağır modellər, daha sonra sadə ağ modellərdir ki, keramikalardır. Arxa fonda inşallah bir-bir hamısını göstərməyə çalışacağıq. Burada da yenə fərqli ölçülər var. Kiçik ölçülər də var, baxın belə. Bunların belə dəmirdir. Dəmir fincanları da mövcuddur. Daha sonra isə şəffaf çayniklərin şəffaf olan modellər də var. Hardasa burada bir 10-12 fərqli çeşiddə olan modellər var. Burada da yəni həcminə görə fərqli modellər mövcuddur. Və rəngli burada da çayniklərin həmçinin rəngli olan modellər də var. Boz rəngli, yaşıl rəngdə, su yaşılı. Daha sonra belə sıxma həmən təbii filtr çayniklər. Fərqli otlar, çaylar dəmləmək üçün istifadə edə bilirsiniz. Burada aşağıda baxın belə fərqli ölçülərdə və fərqli modellərdə sunumluqlar, həmçinin doğrama üçün də istifadə edə bilirsiniz. Zəhmət olmasa bu modellərin hamısını götürün. Yenə də ən çox bunlar restoranlarda yəqin ki daha çox istifadə olunacaq və burada altlığı, taxta altlıqla olan, baxın belə tökmə, çuğun olan tava modelləri var, uzunsov var, yenə dairəvi var. Burada da fərqli ölçülərdə olan çeşidləri mövcuddur ki, qiymət olaraq hansı aralıqdadır burada? Deməli, çubuqlar başlayır 14 manatdan. Çuğun çeşidlərinin topdan qiyməti başlayır 14 manatdan, üzü yuxarı dəyişir. Daha sonra burada bu Həm içi emalı, üzü də emalı var. Üzü emalı, içi emalsız, sırf çubuq, saf çubuğun olanlar da var. Məsələn, orada birisi qırmızının içi üzü emallıdır. Artıq dayazdır. həm emallı, həm də emalsız olan modellər var. Baxın, fərqli rənglərdə. Bunlar qeyd edim ki, yəni çuğun materialı.
Aha, həmçinin 250 dərəcə sobada da istifadə edə bilər. Bunlar artıq emallı olan modellərdir. Bunların böyük ölçüləri də var, tava formasında olan modellər də var. Daha dayaz 26 sm. Hansının ki qiymətini qeyd etmirik, onları Aytaç xanıma inşallah əlaqə saxlı nömrələrlə daha net qiymətlərini öyrənə bilərsiniz. Burada isə içki üçün istifadə olunan kiçik həcmli tekila rumkaları, araq rumkaları fərqli modellərdə var. Bunlarda da qiymət başlayır dəstinin. O xurustaldır. Xurustallar başlayır 45 manatdan, araqdan başlayır da. Sadələr başlayır 4 manat. Sadələr 4 manatdan, xurustallar 45 manatdan dəsti başlayır. Daha sonra isə sol tərəfə gələ-gələ burada da görsədək, sonra o tərəfə gedək ki, burada artıq başlayır. Öncə çəngəl modelləridir, bunları da deyək. Burada baxın, əl işi ilə olan, bayaq Rıza bəy qeyd etmişdi, əl işi olan bıçaq çeşidləri var. Bunlar, baxın, belə fərqli bıçaq, balta, kəsici alətlər olan, istifadə olunan modellər yer alır. Burada artıq çəngəldir, bıçaqdır, süfrə çay qaşıqlarıdır ki, sərgilənib. Bunlar da qiymət olaraq əlaqə saxlayıb öyrənə bilərsiniz. Çünki keyfiyyət olaraq ən yüksək keyfiyyətdə olan modellərdir, bayaq öncədən qeyd etmişdi. Yəni sadə model çəngəl bıçaq dəstələri yoxdur, təəssüf ki. Sadəcə bir model var. Sadəcə bir model var. Qiymətini, yəni bəyəndiyiniz modelin qiymətini əlaqə saxlayıb öyrənə bilərsiniz. Buradan başlayaraq isə orta hissədə restoran və kafe shoplarda istifadə olunan aksesuarlar da ən çox, sonra kofe üydənlər var, sunumluqlar var, kiçik ölçü, fərqli modellərdə, fərqli ölçülərdə. Daha sonra belə primus modellər var, fərqli görkəmdə və fərqli ölçülərdə. Bunların qiymətin Bunlar başlayır, topdanı qeyd edildi, 18 Bəli. manatdan. Topdan qiyməti başlayır 18 manatdan, yenə ölçüsünə görə, materialına görə, keyfiyyətinə görə qiymət dəyişir. Yuxarıda gördüyünüz bu hissədə isə yenə də mətbəxdə istifadə olunan qarışdırıcılardır, qaşıqlardır, böyük qaşıqlardır, tutağacılardır, sonra lapatkalardır, süzgəclərdir və s. kimi məhsullar yer alır. Daha sonra burada yenə kofe shoplarda istifadə olunan bitcher. Ad olaraq bitcher gedir. Terminləri üzrlü sanki bilmirəm. Süd üçün və s. çeşidlərdən istifadə olunur. Daha sonra yenə rezerv yazılarıdır ki, restoran və kafe shoplarda istifadə olunur. Bunların da fərqli modelləri var. Baxın, belə olan modellər də var ki, burada da yəni kağız keçirə bilirsiniz. Mağazanın əlaqə nömrələri də qeyd olunub, Instagram və TikTok hesabları. Buradan da izləyib digər paylaşılan bir-bir modelləri həmən sosial şəbəkə ünvanlarından əldə edə bilərsiniz. Daha sonra burada gəlir, bunlar nədir? Baxın, belə fərqli rumka modelləri var. Bu formada yəni dayanır. Başı canavar başıdır. Fərqli figurlar. Maral, qoç, fərqli heyvan başları ilə olan modelləri var. Yəni də bunu həm topdan, həm pərakəndə şəkildə əldə edə bilərsiniz. Burada yenə fərqli həvəy dəstələrdir. Daha sonra buz qablardır. Buz qəliblərdir ki, fərqli ölçülərdə olan qəlib modelləri var. Həmçinin bunlar bir neçə videoda görmüşdüm. Həmən dəmir paslanmaz poladdandır. Buz əvəzi istifadə etmək üçün. Yəni bəzi insanlar var ki, istəmir içkiyə su qarışsın. O keyfiyyətli viskilər olarlar, bahalı içkilər. O həmin restoranlar alır ya da evdə də alırlar. Su qarışmasını xoşlamayan insanlar bu dəmir buzlardan istifadə edə bilər. Burada yenə fərqli belə baxın qablar var. Bunlar nə üçün istifadə olunur Aytaç xanım? Sirkə, nar şərab, yağlar. Məsələn, bir qabda 2 dənə başlıq var deyə bir qabda 2 məhsul istifadə edilir. Məsələn, bir tərəfində sirkə, bir tərəfində də zeytun yağı istifadə edə bilər. Salatlar. Baxın, belə
maraqlı, fərqli modellər var ki, bir qabda 2 may istifadə edə bilərsiniz. Yağ və yaxud da nə bilim əlavə sirkə. İçərisində başqa qabı var özündən, özündə də başqa hər ikisinin fərqli başlıqları, süzgəcləri mövcuddur. Daha sonra aşağı hissədə olanları göstərmədik. Burada da yenə daha kiçik pomidor yumurta, kükü restoranlarda ən çox təqdim olunan modellərdir. Baxın, belə sadə olan modellər də var, daha kiçik ölçüsü ilə. Biraz daha fərqli görünüşdə olan modellər var. Kiçik ölçülər ən sadəsi başlayır 4 manat 50 qəpikdən. Üzü yuxarı materiala nəyinə görə dəyişir. Çuğunu var, misi var. Belə paslanmaz poladdan olan modeli var. Altlığı ilə bir yerdə. Qiymət olaraq ən sadəsi 4 manat 50 qəpikdən başlayır. Yenə materialına görə, keyfiyyətinə görə qiyməti dəyişir. Burada fərqli meyvə qabı və çörək qabı olan modelləri görürsünüz. Həm taxta, həm dəmir, fərqli görkəmdə, çeşiddə, materialda olan modellər var. Belə qapaqlı olan modellər var. Digər tərəfdə inşallah keçəndə orada da fərqli modellər var. Onları da göstərəcəyim. Plastik olan modellər var. Bunlarda da qiymət plastik deyib dəmir imiş. Qiymət olaraq çörək qabları, meyvə qabları başlayır 3 manat 50 qəpikdən üzü yuxarı dəyişir. Bu hissədə soba üçün olan, bayaq Aytaç xanım qeyd elədiniz, yadımda qalıb. Soba üçün olan nələrdir bunlar? Soba qabları. Həm tək, həm də dəst şəklində satılır. Kvadrat olan model də var, uzunsov olan belə model də var. Həmçinin dairəvi olan modellər də var. Qalın şüşə deyək də, şüşə materiallandır. Qiymət olaraq dəst tək olaraq başlayır. Tək olaraq başlayır 8 manatdan. Naborlar isə topdan çıxış olacaq 32 manat, fəraqədə qiyməti başladır. Birinin qiyməti başlayır 8 manatdan. Naborlarda artıq qiymət dəyişir. Yəni qiymət üçün əlaqə nömrələrinə əlaqə saxlaya bilərsiniz. Bu hissədə olan çeşidlər, baxın, fərqli aksesuarlardır. Bal topası, belə ədviyyat qaşıqlarıdır. Daha sonra belə yağ butulkanın ağzı üçün olan süzgəclər var. Belə şüşə turbuçkalardır, çox istifadəli. Daha sonra çaydanlarda istifadə olunacaq dəmləmək üçün belə setkalar var. Pinsetlərdir. A-dan Z-yə restoran və kafe-shop sahəsində mətbəxindən tutmuş, bar hissəsində istifadə olunan və yaxud da sunumluq, qonaqlara xidmət üçün istifadə olunan bütün ləvazimatları bu mağazadan əldə edə bilərsiniz. Baxın, burada duz qabı çeşidlərdir. Yenə həm şüşə, həm dəmir, həm plastik, fərqli modelləri var. Duz qabların çeşidləri başlayır. Belə nabor olaraq başlayır 5.50-dən. 5 manat 50 qəpikdən başlayır dəsti. Material və keyfiyyətinə görə qiymət dəyişir. Burada isə cəzvələrdir ki, kofe dəmləmək üçün istifadə olunan mis. Əsasən misdən olur bu bildiyim qədər. Latun da var. Bu emallı misdir, işləmli, daha çox qalın. Bu saf misdir. Bunlar saf misli, biraz incə. Bunlar isə emallı mislərdir ki, biraz daha qalın materiallandır. Burada da Bunlar isə Rusiyanındır. Bunlar isə Rusiyanın olan cəzvələrdir. Qiymət olaraq aralığı 4 manat 50 qəpikdən başlayır, ölçüyə görə dəyişir. Daha sonra burada sunumluqlardır. Ləpə qabı kimi istifadə, ədəbiyyat qabı kimi istifadə edə bilərsiniz. Gördüyünüz bu free restoranlarda tanış olduğumuz free qablardır ki, sunumluqlardır yenə. Bunların digər tərəfdə fərqli çeşidlər var. Onları da inşallah göstərəcəm. Daha sonra burada 2 qat olan bakal çaşka modelləridir. Burada da ölçüyə görə dəyişir. Topdan çıxışı 4.20-dən başlayır, hər qiyməti var. Topdan qiyməti 4 manat 20 qəpikdən başlayır. Baxın, belə fərqli görkəmdə olan modellər də var. Turbuçkalı modellər var belə. Burada daha çoxdur. Yuxarıda qiyməti başlayır 5 manat. 5 manatdan başlayır turbuçka modellərin qiyməti. Yəni gördüklərinizdən hansı maraqlıdırsa, hansının qiymətini öyrənmək istəyirsinizsə, əlaqə saxlayıb öyrənə bilərsiniz. Burada da viski bakallarıdır.
fırlanan modellər. Bunların da Kofe üçün. kofe, viski, desert və sair kimi içəcəklərdə istifadə eləyə bilərsiniz. Bunlar da 2 manatdır. Topdan qiyməti. Turbuçkası var. Burada da göstərib, bu maraqlı gəldi mənə də. Güldan modelləridir. Bu xanımların o Pinterest adlandırdığı yəqin ki modellərdir bunlar. Həm şüşə, həm keramika. Həmçinin taxta dekorativ işləməli var. Bunlar da yenə keramikadır. Belə xamilyon, belə üzərinə işıq düşəndə fərqli rəng çalarları meydana çıxır. Güldan modellərinin burada şəffaf, sadə modelləri də var. Güldan modellərimiz ümumiyyətlə neçədən başlayır Fətəs xanım? Güldan modelləri başlayır 3.50-dən. 3 manat 50 qəpikdən başlayır sadə prostoylar və üzü yuxarı 50, 60. Ən bahalısı 55 manat. Ən bahalı model 55 manatdır gördüyümüz. Daha sonra burada yenə sunumlu olan yağ qablarıdır, şəkər qablarıdır. Daha sonra nə kimi istifadə oluna bilər? Qənd qabı kimi istifadə oluna bilər. Belə dəstləri var. Burada fərqli rənglərdə olan çeşidləri var, dizaynınıza uyğun. Bunların hamısı. Bu modellər buradan ora kimi. Sırf orijinal bazadırlar. Qabyanı ömürlükdür. Bunlar sırf olaraq vurğulamaq istəyirik ki, orijinal bazlıdırlar. Yəni qab yumada istifadə olunanda rəngləri filan olduğu kimi qalır. Orijinallığına yəni zəmanət verilir. Daha sonra burada fərqli yağ qabları, baxın belə yağ üçün istifadə eləyə bilərsiniz. Fərqli maye halında olan, istənilən qidalar üçün nə bilim istifadə edə bilirsiniz. Burada butulka olan modellər var belə. Həmçinin süzmə üçün süzmə hissəlisi olanlar var. Sızma olanlar o başqa şeylərdir, balacalar. Hansınki başında o başlıqlar var, hamısı sızma yağlar üçün. Baxın belə modellər var, qapağı ilə süzmə modellər. Onların ölçüləri olaraq kiçik ölçüsü də var, böyük ölçüləri də var. Qiymət olaraq neçədən başlayır? 3.50-dən. Hansı? Bunlar? Ümumiyyətcə o başlıqlar. Bunlar böyüklər yox, qrafin kimi olanlara aid deyil. O birisilər 3.50-dən var. Kiçik ölçülü olanlar 3 manat 50 qəpikdən başlayır, üzü yuxarı qiymət. Baxın belə yağ üçün olan sprey qablar da var. Şüşə, alümin və s. Burada salfetka qablarıdır. Burada da yenə ev üçün olan modellər var. Sırf kafe, şop və restoran üçün olan modellər var. Belə fərqli dəri, süni dəri örtüyü ilə var, taxta var. Göstərdiyi bunlar da yenə kafe, şop, restoranlardakı bayaq öncə düz qabların fərqli formasıdır. Bunlar Bunu açıb göstərərsiniz. bunlar hesab qablarıdır ki, yerli öz istehsallarıdır. Fərqli, kreativ, biraz fərqli. Logolarında istədiyi kimi vura bilirsiniz. İstədiyiniz loqonu da, restoran loqosunu burada vura bilirsiniz. Həmçinin belə standart gördüyümüz dəri modellər də var burada yenə. Ölçüsü, fərqli ölçülərdə də var, böyük ölçü və s. Aşağıda da burada stəkan atdıqlardır, taxtadan, dəridən, dördbucaq, kvadrat, belə modellər var. Atdıqlara da istədiklər loqonu vura bilirik o şeylər. Bunların taxtaların hamısına sizin restoran, kafe shop loqosunu vura bilirlər. Çəngəl, qaşıq, qabı, daha sonra kiçik ölçü qablar. Bundan mənə bir ara çox soruşanlar olmuşdu. Baxın burada da var. Fərqli ölçülər var. Qarşıda da inşallah qarşı tərəfdə sizə göstərəcəm. Mayonez, ketçuplar üçün olan plastik qablardır. Şüşələr oradadır. Burada da yenə plastik formaları var. Daha sonra atdıqlarını elə burada göstərmişkən bu baxın belə fərqli milli nə deyirlər bunlara? Nəsə adı var idi. Milli naxışlı, o birisilər daha qəşəngdir amma o keyfiyyətli olardı. Bunlar taxta atdıqlandır. Bunlar keramika gedir yoxsa şüşə gedir? Altı keramikdirlər, işləməli üstləri. Şüşə, keramika. Baxın belə maraqlı Rəng çeşidlər var. Dairəvi olan modeli var, kvadrat və uzunsov olan modellər var. Burada da yenə duz qabların fərqli olan çeşidlərdir. Burada yenə öz istehsalları olan taxta padnoslardır ki, qalınlığına görə olan modellər var, fərqli qalınlıqda. Həmçinin dəst şəklində olan, dəstləşdirib də kiçik, orta boy, böyük boy
tapa bilərsən. Maşallah o qədər çeşidi var ki, Adam bilmir alsın desin. video çox vaxtı mən düşündüm ki, daha tez yekunlaşdıra bilərik, amma bir göstərəndə adam istəyir ki, hamısını göstərsin, görmək istəyənlər də bilsin nə var. Baxın, belə fərqli rənglərdə olan turbuçka. Həmsinin Qiymətləri 2 manat. topdan qiymət 2 manat. Nə gözəl. İçərisində 6 ədəd var. Həmsinin fırçası da var ki, içərisini təmizləyə bilirsiniz. Burada da yenə sunumluqlardır. Şeylər, taxtaları və yaxud da nə üçün Pizzadır, nə bilim, lahmacun və s. kimi fast foodlarda istifadə olunur. Hamburger üçün olan model var. Belə açan atkırıvalkalar. Daha sonra bunlar kafe shoplarda istifadə olunur. Əzənlərdir. Presləmək üçün, əzmək üçün olan. Daha sonra belə mikserlər var. Balaca xırda kafe shoplarda yenə istifadə olunur. Bunların da fərqli modelləri var. Belə ölçüsü var. Biraz daha belə yəqin bunlar surətinə görə fərqlənəcək. Burada da yenə hesab qabılar var, belə maraqlı. Göstərmədiyimiz və görüb bəyəndiyiniz nə videoda gördüyünüz varsa əlaqə saxlayıb öyrənə bilərsiniz. Geridə boşqab çeşidləri qaldı. Onları belə göstərək, sonra yenə buradan davam edək. Və burada bütün bu vitrinlərdə aşağı, yuxarı hamısı boşqab çeşidləridir. Boşqab çeşidlərimiz nəyinə görə fərqlənir Aytaç xanım? Bunların hamısı orijinaldır. Kənarı çox dözümlüdür. Ümumiyyətlə çırtdanmaq söhbəti yoxdur. Kənarlarında qabyana da 100% uyğundur və aksesuar çeşidi çoxdur. Yəni həm pərakəndəyə alanda həm kahvaltılıq, həm nahar üçün, restoran üçün də istənilən aksesuarı var. Predmet olaraq, yəni istədiyiniz xırda Ketçapdır, mayonezdir. kiçik qablarından tutmuş, bütün böyük ölçülü olan aşqabıdır, plovudur, sunumluqlardır, dərin boş qablarıdır, uzunsov və s. Bütün çeşidlər var ki, hamısını həm dəstləşdirə bilərsiniz, həmsini tək-tək də almağınız mümkündür. Arxa fonda inşallah göstərəcəm. Yaxından çox gözəl görsənirlər. Üzəri belə işləməli. Qeyd eləyək ki, hamısı bunlar orijinal modellərdir və kənarları da tez çatlamır, rahat şəklində uzun müddət istifadəyə imkan verir. Boşqabların hamısını zəhmət olmasa yuxarıdakıları da göstərməyə çalışaq. Boşqabların həmsinin keramika, şüşə olan modellərdən başqa melamin modellər də var ki, bunlar bildiyiniz kimi sınmır, dəfələrlə istifadə edə bilərsiniz. Baxın belə, restoran, kofe shopların əsas ağırlı yerlərdən biri də elə boşqablarda tez-tez qırılan və s. Bu qablardan da yəni alıb istifadə edə bilərsiniz. Baxın, burada sadə ağ olan modellər var. Aşağıda xaki rəng. Çox gözəl görüntü verir. Bunların hamısının fincan dəsti, nə bilim, hər şeyləri var. Bunları, yəni fincan, boşqab, kasa və s. olan predmetləri də var. Daha sonra melamin materialdan olan çeşidlərin burada padnos, sunumluq olan çeşidlərdən mövcuddur. Bunlar isə qara, həmən keramika sayılır da, keramika modellərdir. Həmən bu dəmir buzqablar kiçik ölçüsü başlayır 4 manat 50 qəpikdən topdan qiyməti ölçüsünə görə və forması fərqli formalarda olan modellər var. Yəni qeyd elədiyim kimi belə atlıqdan olan var. Misal üçün bunun artıq qiymətləri başqa olacaq. Topdan qiyməti və yaxud da pərakəndə qiyməti öyrənmək istəsəz qeyd olunan əlaqə nömrələrindən əlaqə saxlayın. Burada da yenə həmən qeyd etdiyimiz barda, kofe shoplarda ən çox istifadə olunan ləvazimatlar, məhsullar bu hissədə Daş lamaları göstərə bilərsiniz. Xüsusi onlar çox satılan, bunlar nədir? tələb görən. Lama deyirlər ona, daş kulinariya yerləri, evdə steak, ət restoranlarda steaklər falan qoymaq üçün sunumluq. Daş olmağı da xüsusi şey eləyir. Daş materialdadır, nəzərinizdə olsun. Fərqli, kreativ bir təqdimat üçün istifadə eləyə bilərsiniz. Bunlar kofe shoplarda olan həmən take-away qablarıdır. Daha sonra belə ölçü bir tərəfi dairəvi, bir tərəfi üçbucaq. Meyvə içi tərəvəz içi. Buzqabların maqqaşı
Daha sonra burada fərqli meyvələrdə sunumluqda yenə istifadə olunan catering xidmətləri və yaxud belə restoranlar istifadə edən fərqli belə çöplərdir. Daha sonra burada yenə süzgəclər var. Daha sonra dəmir fərqli. Onlar pudra şəkəri üçün və yaxud da başqa məhsullar üçün istifadə oluna bilər. Burada da yenə şəkər qabılarıdır yəqin ki. Bunlar Şəkər hamısı qabıdır. şəkər qabı modelləridir. Daha sonra fərqli burada nə var belə. Bunlar da qışda. Bunlarda bir ada reklamlar çox qabağıma çıxırdı. Bunlar da kofe Araq üçün. araq, Onun qabları var orada. spirtli içki içmək üçün Spirtli istifadə içkilər. olunur. Bunlar presləmək üçün istifadə olunur. Burgerlər. Burgerin ətlərini, burger ətlərini presləmək üçün istifadə olunur. Daha sonra bu nə idi? O zibil qabıdır coffee shoplar Coffee üçün. shoplarda, zibil qabı. Daha sonra küldan modelləri var burada yenə. Kül qabı modelləri, dəmir, şüşə, sonra taxta bu formada. Həm sadə modellər var belə şablon gördüyümüz, həmçinin fərqli görsəldə olan modelləri var. Yenə öz dizaynınızda və interyerinizə uyğun olan modelləri seçə bilərsiniz. Burada da yenə sunumluqlar var fərqli. Altı şamlıdır, isti saxlamaq üçün yeməyi. Altı şamlı. Altından da şam yandırma hissəsi var ki, isti saxlamaqdan ötürü yandırıb istifadə edə bilərsiniz. Burada öncə qeyd həmən o firi modellərinin digər rəng və ölçülərdə olan modelləri var. Bunlar nə üçün istifadə olunur? İstəyən çörək qabı üçün də istifadə eləyir, dekor yerləşdirmək üçün və yaxud da nə isə pastavka kimi istifadə eləmək olar içinə yığmaq üçün. Bunlar da yenə içki üçün istifadə olunan şatırlar, hə? Şatır. Onlar həm pastavka ilə, ayrıca pastavka ayrıcadır, özləri ayrıcadır, elə əldə Baxın edə belə. bilərlər. Fərqli həmən firi qabları var, sunumluq. Yenə mətbəxdə istifadə olunan Törkalar. körkalardır. Burada da yenə əldə edə bilərsiniz. Kiçik yağ və s. Onlar yağ üçün də bəzən evdə xanımlar hazırlayır, məsələn saç üçün baxım yağları, Soslar. nəsə balaca bir şeylər elə istifadə edə bilərlər, dekor kimi də istifadə edə bilərlər. Sol tərəfdə də yenə burada pizza, ketçap, daha sonra xırda soslar üçün istifadə olunan Onlar qablar. melamində qırılmır və Melamin. Türkiyənin və Kitayın iki cür versiyaları var. Bunlar da nə üçündür? Şəkərliklər. Coffee shoplarda kağız şəkərlər olur. Onları içinə yerləşdirmək üçün. Bunlar hamısı, burada da coffee shop yenə barda istifadə olunan shake qarışdırma qabları var, fərqli boyutda, fərqli ölçüdə, fərqli materialda. Material hamısı necədən bu üzəri bəzəkli olan 16 modeli var. manatdan başlayır. Keyfiyyətinə görə qiymətlər dəyişir. Burada da yenə fərqli barmenlərin istifadə elədiyi əl alətləri, əl ləvazimatları yer alıb. Bu tərəfində göstərək, həmən tavan, qazan, böyük tava, kiçik tava, sonra gözlü olan tava modelləri də burada yer alıb, çömçələrdir və s. Onlarda qiymət yəqin ki qarışıq olacaq. Kim maraqlıdırsa həmən qiymətləri öyrənə bilər. Burada müştərinin önündə istifadə olunan, bunlar nə gedir? Amerikankalar. Amerikanka və yaxud da türklər dediyimiz supla. Bizdə nə deyirlər bilmirəm düzü. Burada da yenə sadə modellər də var, baxın belə. Həmçinin Ya da qabatlığı belə deyək, süni tarikatlı. dəri olan modellər var, fərqli rənglərdə, fərqli ölçülərdə. Körkaları dedi, burada yenə həmən ağ melamin qabların ağ rəngi olan çeşidlərdir. Fərqli gördüyünüz kimi ölçülərdə var. Dərini var, dayazı var, bulut formasında olanı var. Burada da öncə qeyd Ədviyyatçı etdiyim saxlama qabları. saxlama qablarıdır. Bunlardan məndən soruşurdular, xanımlar var ki, əl işi şamlar hazırlayırlar. İstəyə 100% uyğun. Qablar axtarırdılar. Məndən soruşmuşdular belə qapaqlı hazırlayıb. Orada satış sarı edirlər. qapaqlı şüşə var. Şamdan üçün onda, şam üçün onda o böyük ölçüsü. Bunlar. Onu da çox alırlar şam üçün. Bunlar şüşə, bunlar isə
Şüşədə amma qapaqları Saf taxta. şüşə deyirlər, incə şüşələr də olar. Qapaqları taxta. Bunlar dəst şəklində yoxsa tək-tək? Ədədlə, hamısı ayrı-ayrı korobkalardadır. İstəyən Hamısı ədədlə, yenə də ölçülərə görə dəstləşdirib istifadə edə bilərsiniz. Yuxarılar yaddan çıxdı burada. Yuxarıda da yenə sunumluqlar da orada. Tort üçün, piroq üçün istifadə edə bilərsiniz. Bunlar da belə akril materialdan olan sunumluqlar da var ki, ən çox kulinariyada, şirniyyat evləri və s. yəni sınmağına görə rahat istifadə olunur ki, yerə düşdü, dəydi, qırılmır. Yəni, ən çox mütəmadi işlənilən yerlərdə istifadə üçün daha əlverişlidir ki, daha uzun müddət istifadəyə imkan verir. Saxlama qablarının bayaq təklər göstərdi. Həmçinin belə komplekt olan modellər də var belə və həmçinin ən çox xanımların istifadə edir Paşa Bağça etiketi ilə olan 1 manat olan modellərdə. Bunlar da saxlama qablarıdır. Bunlar da yəni ən sadədən tutmuş fərqli, kreativ, maraqlı modelləri yəni rahat şəkildə tapa bilərsiniz. Burada da dəstlərdir, çörək qabı, çay qabı, qəndi qabı və s. Aşağıda isə öncə qeyd etdiyim həmən çörək qabı modellərdir ki, burada da fərqli, sadə və maraqlı olan. Bunlar da sizin öz istehsalınız deyək. Yox, onlar bunlar. deyil. Daha sonra burada da yenə fərqli sunumluqlar var. İstəyən salat, istəyən meyvə üçün, istəyən konfet, şokolad. Son vaxtlar bunu ən çox soruşanlar olmuşdu. Bunun adı Nakman gedir. Bu orijinal deyil, amma orijinala birə-bir çox yaxındır. Qiyməti də çox münasibdir. Nakman. Nakman, hə. Orijinala gücü çatmayanlar bunu ala bilər. Orijinal model deyil, amma A-klaslı birə-bir eyni görüntünü verir. Yəni öz restoranınızda istifadə edə bilərsiniz. Trenddə olan məhsullardandır. Bıçaq dəstləridir. Birini götürüm, qoy göstərdim, hamısını göstərə bilməyəcəm. 5'li, əsasən 5'li, 6'lı və orada fərqli daha yuxarı sayla, qayçı ilə olan modellər var. Balta ilə olan da var, qayçı ilə olan da var. Hamısı orijinal modellərdir. Burada itiləmək üçün olan, deyəsən, burası itiləmək üçün. Bəli, bəli, itiləmək üçün. Burada, yəni bunu restoran üçün deyil də, yəni şəxsi istifadə üçün bağ evlərinizdə və yaxud da öz elə bina evində də olsun, alıb rahat şəkildə istifadə edə bilərsiniz. Aş süzən Orijinal materialdadır. Necaveykadır, qızıl rəngdə orijinaldır. Onun sadələri də var, indi göstərə bilməyəcəm, çöldədir. Bunlar alimendir, hə? Hə, onlar da ən çox cehizliyə götürürlər, üçlü nabordur dəst şəklində. Sonda isə öncədən qeyd etdik, sol tərəfdən başladıq, artıq gəlib mağazanın sonuna yaxınlaşırıq. Sonda bu sunumluq modellərində burada yenə şablon, sadə olan, materialda olan modellər də var. Həmçinin fərqli, biraz maraqlı və Əl işləməsi də olur. əl işləməsi. Türkiyənin. Türkiyənin əl işləmə modelidir. Baxın, belə elə bil qırılmış görkəmdə. Bunlar da ölçüləri və fərqli modelləri var. Həmçinin burada da yenə xırda mürəbbə qabıdır. Nə bilim, fərqli istifadə edə biləcəyiniz marojna, mürəbbə və s. kimi istifadə edəcəyiniz sunumluqlardır. Burada da daha hündür ayaqla olan modellərdir. Daha sonra burada da digər uzunsov saxlama qablarıdır. Burada da dəst şəkildə olan ayaqlı sunumluqlar yer alıb. Bu qədər maksimum çalışdıq ki, sizə mağazanın düzdür, hamısını göstərə bilməsək də, amma ən çox istifadə olunan və ən çox tələb olunan məhsulları çəkib göstərməyə çalışdıq. Mağaza yerləşir, təkrar olaraq qeyd edeyim, Sədərək Ticarət Mərkəzi, Şirniyyat Bazarı, sıra 13, mağaza nömrəsi 3, mağaza adı Qabderov. Və əlaqə nömrələrində yenə də təkrar olaraq və Instagram və sosial digər şəbəkə ünvanlarında qeyd edirəm ki, daha təqdimatlı, yaxından izləmək istəsəz həmən məhsullara sosial şəbəkə ünvanlarına izləyə bilərsiniz. Nə sualınız olarsa bu sferada qiymətlə bağlı, dəstəklə bağlı, yəni bura müraciət eləyə bilərsiniz. Gəlmədən belə sifarişləriniz yenə qəbul olunur. Əgər bölgələrdə fəaliyyət göstərirsinizsə, Sədərəkdən bölgələrə işləyən yük maşınları vasitəsilə sizin sifarişiniz yığılır, komplektləşdirilir və sizin ünvana göndərilir. Bu qədər. Aranızda da qeyd etdiyimiz kimi, əgər bu sahədə çalışanlar varsa da, bu videoda onlarla paylaşın ki, onlar da faydalansınlar. Videoyu bəyənməyi və kanala abunə olmağı da unutmayın. İzlədiyiniz üçün təşəkkürlər.